Ana hər şeyini, xoşbəxtliyini, taleyini görür övladında. Övlad böyüyür, sonra ailə həyatı qurur və gedir başqa yerdə yaşamağa. Ananın o halda keçirdiyi vəziyyətə deyirlər boşalmış yuva sindromu. Yəni ana özünü məhv olmuş hiss edir. Və nəticədə bu sindrom övladını buraxmağa imkan vermir. Sən istəyirsən övlad gözünün qabağında olsun, ailə həyatı qurandan sonra düz gəlsin sənin evə, sənin yanında olsun. Bir addım belə uzaqlaşmaq istəmirsən, hətta bir binada belə ikinci evə razı olmursan, düşünürsən ki, ev ayrıldı, övladım ayrıldı, mən xoşbəxt olmayacağam, mən övladımı itirdim. Bəzi analar var ki, övladına evlənməyə belə imkan vermirlər. Bəzi atalarda da olur bu hiss. Hamısı nədən irəli gəlir? Ondan irəli gəlir ki, mən bütün ümidimi, həyatımın mənasını nəyə bağlayıram? Yola bağlayıram. Mən bir dənə yola bağladığıma görə hansı ki, o bir yoldur, başqa bir yollar da var. Mən çox şaxəli düşünə bilmədiyimə görə mənim bütün problemlərimin kökü ondan qaynaqlanır. Sən hardan bilirsən ki, uğurun yolu bu qapıdır? Bəlkə yuxarıda da bir dənə qapı var. Düz onun üstündədir. Biraz diqqətli qaldırırsan, onun üstündə də bir dənə qapı var. Bəlkə uğurun qapısı elə o qapıdan keçir. Orada da bir dənə qapı var, pəncərənin arxasında gizlənib. Bəlkə o qapıdır. Onun üstündə də bir dənə qapı var. Artıq 4 dənə qapını mən burada gördüm. Pəncərələr var. Bəlkə o qapılar bağlı olsa pəncərələrdən düşmək lazımdır. Sən əgər bu cür çox şaxəli düşünsən, sən onda heç bir zaman o məyusluqla qarşılaşmayacaqsan. Ümidimi bağlayıram bir adama, bəzən olur, o boşalmış yuva sindromu deyirlər.